Ki belə qalibiyyətlər ölkəmizdə futbolu sevdirmək üçün böyük bir təkan verir. Futbolçularıma təşəkkür edirəm ki, belə bir mübarizə oyun göstərdilər. Ən əsası biz oyunun ilk dəqiqələrində biraz hər hansı bəlkə də biraz stres oldu, amma get-gedə oyunu ala bildilər. Və klub tarixində, ümumiyyətlə Azərbaycan futbol tarixində Çempionlar Liqasında ilk qalibiyyətimiz idi qrupda. Və belə futbolçulara əlavə inam gəldi əlbəttə ki, həm klub olaraq bəlkə biraz da böyüdük. Və şükürlər olsun Allaha belə bir oyunla, belə bir qalibiyyətlə, 2-0 məğlubiyyətdən sonra belə bir dönüş etdik və çox böyük bir xəbər olacaq. Həm 2-0'dan sonra meydanın kənarında, həm də paltardəşmə otağında fasilədə oyuncularınıza nə dediniz, yəni bu vəziyyətlə bağlı olaraq və möhtəşəm geri dönüş alındı? Bununla belə futbol elə bir oyundur ki, ümumiyyətlə futbol terminləri, futbolda hər hansı bir fikirlər demək olar ki, eynidir. Eyni motivasiya ilə yəni davam etməliydik və bununla futbolçularıma çatdırdım. Hansı ki, hazırlaşdığımızdan geri dönməmək, istədiyimizdən geri dönməmək və bəzən rəqib bizə mane olur onları meydanda etməyə, amma dünən demək olar ki, yəni ümumən futbolçularda inam oyunun gedişatını daha da çoxaldı. Bu çox vacib idi. Və əlbəttə ki, belə oyunlarda tələb etmişdim, biz sadə itkilər çox az olmalıydı. Amma yenə də oldu, əfsər olsun. Və belə, necə deyim, futbol dili birdir. Dəfələrlə etdiyimiz, dediyimizi daimi təkrarlayırdı. Ümumən bu qələbə sizdən gözləntiləri yüksəltdi. Yəni sizi narahat eləmir bu. Artıq hamı düşünür ki, Qarabağ asan olmayacaq burada. Yəni. Asan rəqib olmayacaq digər komandalar üçün. Doğrudur. Ümumiyyətcə, yəni zaten bizə qarşı inanın ki, bəlkə onu biz özümüz hiss edirdik meydanda. Bizə qarşı rəqiblər nə cür hazırlaşırlar, çox ciddi alırdılar bizi. Və tamamilə doğru, bu oyundan sonra ümumiyyətcə baxmayaraq daha böyük klublar bizi çox ciddi alacaqlar və bizim üçün çox böyük problemlər yaratmağa çalışacaqlar. Qurban həmşərin sualın davamı olaraq, az da olsa növbəti mərhələ haqqında, 24-yə düşmək haqqında hər hansı bir fikir formalaşdı mı sizdə ki, biz bunu bacara bilərik, bu tarixdə qələbədən sonra? Hələ tez var düşünmək. Ümumiyyətcə, biz keçən il baxmayaraq bizim Avroliqada cəmi bir qalibiyyətimiz olmuşdu, amma çox oyunlara baxsaq, bizim bəlkə də hallarımız ondan yuxarı olmalıydı. Futbol yəni burada bəzən gözləmədim, düşünmədim nəslər də olur, amma ümumən mən futbolçularına həmişə bildirirdim ki, futbol indi elə bir həddə çatıb ki, yəni istənilən oyunda geri dönüş etmək olar, istənilən oyunda uğur nəticə əldə etmək olar. Sadəcə məsuliyyətli, diqqətli, yəni inamlı meydanda olmaq və belə inanıram ki, bu qalibiyyət qarşıdakı oyunlarda da əlavə güvən, əlavə inam verəcək və xeyirlisi çalışacaq ki, qarşıdakı oyunlarda da maksimum xavucu meydana çıxar. Qurban oyunun sonlarına yaxın Yankoviç zədələndi və çox əsəbli və gərgin idi. İlk olaraq ilkin məlumatlar o durumun vəziyyəti necədir? Məncə ciddi görülən bir şey yoxdur. Sadəcə biraz zərbə olmuşdu. Həm də yorulmuşdu. Biraz ona görə ola bilər ki, zədəsi daha çox ağrıdı. İnşallah ciddi olan bir şey olur. Nərmanın yoxluğunda bütün Avro kubok oyunlarına Nərman startda başlamışdı uzun olaraq. Dünənki oyunda isə Kamil Durana şans verdi və o şansı əlindən gələn daha yüksək qiymətləndirdi. Bu necə dəyərləndirirsiniz? Yaxşı. Ümumiyyətlə biz bu oyuncunu götürəndə də ən az oynadığım mövqe hücum mövqeyidir. Daha çox sağ mövqeyini oynayır. Amma o qabiliyyət, o bacarıq onda var. Yəni bu ödüləkdə ki, biz onu daimi hücumda oynayacağıq. Yəni istənilən lazım olan oyunda hər hansı bir rəqibə qarşı əgər biz onu öndə görsək ki, daha faydalı ola bilər, yenə biz bundan istifadə edəcək. Amma təkcə qol vurmağına görə yox, ümumiyyətcə iş güzərliyinə görə məni tam qane etdi.